Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişinin imzalanması üçün Azərbaycanın iki tələbini dəyərləndirib. İlkin olaraq ATƏT-in Minsk qrupunun buraxılmasını başa düşülən və qəbul edilə bilən bir məsələ kimi təqdim edir. Paşinyan vurğulayıb ki, əgər Qarabağ münaqişəsinin səhifəsi bağlanıbsa, onda bu işlə məşğul olan bir strukturun fəaliyyətinin də mənası qalmır. Yəni, Paşinyan Minsk qrupunun artıq aktuallığını itirdiyini etiraf edir. Lakin bu təşkilatın digər geniş kontekstlərdə rolunun ola biləcəyini də qeyd edərək diplomatik bir ton saxlayır. Paşinyan Minsk qrupunun buraxılmasına qarşı deyil, amma bu addımın siyasi nəticələrinin Ermənistanın əleyhinə şərh olunmasından çəkinir. Ekspertlər deyirlər ki, Paşinyanın açıqlamasında önəmli nüanslardan biri də baş nazirin Qarabağ münaqişəsinin həll olunması ilə bağlı şübhəsidir. Paşinyan qeyd edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunduğunu biz qəbul ediriksə, bax, bu ifadədən istifadə edir. Yəni, Ermənistan üçün Dağlıq Qarabağ münaqişəsi həll olunmayıbdır. Və bu narrativ də bunun üzərində qurulur ki, əgər bu münaqişə həll olunmayıbsa, bu münaqişənin həll olunması üçün zamanında yaradılmış ATƏT-in Minsk qrupu nəyə görə buraxılmalıdır? Yəni, o deyir ki, biz bunu qəbul ediriksə, qəbul edirik, yox, bu münaqişə çoxdan həll olunubdur. 44 günlük Vətən müharibəsindən sonra bu münaqişə bir dəfəlik olaraq tarixin arxivinə göndərilibdir. Paşinyan Azərbaycanın qaldırdığı növbəti məsələ olan Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı iki başlı açıqlama verib. O bildirib ki, Ermənistan konstitusiyasının mətninə yalnız Ermənistan Konstitusiya Məhkəməsi rəsmi şərh verə bilər. Həmin məhkəmə isə Azərbaycana və ya hər hansısa başqa ölkəyə qarşı heç bir ərazi iddiasının olmadığı qənaətindədir. Amma burada əsas problem ondadır ki, Ermənistan konstitusiyasının preambulasında 1990-cı il müstəqillik bəyannaməsi əsas götürülür. Həmin sənəddə isə Qarabağın Ermənistana birləşdirilməsi niyyəti ifadə olunub. Paşinyan hüquqi izahla məsuliyyətdən yayınmağa çalışır, amma siyasi reallıqda bu inandırıcı görünmür. Digər tərəfdən, o hətta bu məsələdə Azərbaycan günahkar hesab edir. Bildirib ki, İrəvan Azərbaycan konstitusiyasında Ermənistana qarşı ərazi iddialarını görsə də, bu məsələni gündəmə gətirmir. Bundan əlavə Paşinyan bu cür iddiaları eyni səviyyəyə qoyaraq balanslı görünməyə çalışır. Şərhçilər bildirirlər ki, Paşinyanın əsas məqsədi Ermənistan ictimaiyyətinə göstərmək istəyir ki, hər iki tərəf müəyyən məsələlərdən geri çəkilir və bu bir tərəfli güzəşt deyil. Bizim hansısa bir dövlətə və xüsusilə Ermənistana heç bir iddialarımız yoxdur. Ərazi iddialarımız heç vaxt heç olmayıb. Baxmayaraq ki, bizim kifayət qədər əsasımız var bu dövlətin deməli Azərbaycan ərazisi kimi qəbul etməyə. Sadəcə olaraq biz heç bir qanunda, heç bir sənəddə bunu əks etdirməmişik. Və bizi nədəsə günahlandırmaq sadəcə olaraq boş xülyalardır və əsassız bir iddialardır. Analitiklərin fikrincə, Ermənistanın baş naziri Paşinyanın ziddiyyətli açıqlamaları daxili və xarici auditoriyanın nəbzini ölçmək məqsədi daşıyır. Azərbaycan Ermənistana qarşı ərazi iddiasında deyil, özünə aid olan torpaqları isə 44 günlük Vətən müharibəsindən sonra geri alıb. İrəvanın bu cür ikili açıqlamaları sülh sənədinin gecikdirilməsinə yönələn növbəti addımdır.